Vaxtınız xeyir dostlar. Bu gün sizlərlə Brawl Stars'da qutu açacağıq. Bildiyiniz kimi Pay to Win etkinliyi gəlib YouTube'a. Yəni biz də Brawl Talk'dan baxdıq ki, bu nədir və hər 1 milyar kildə sizə bir ödül verir və hal-hazırda biz ödüllərə baxırıq buradan. Deməli, gördüyünüz kimi 1 milyarda 5 star hədiyyəsi, 2 milyarda mini jeton, 3 milyarda 3 dənə hədiyyə qutu verəcək. Onun nə olduğunu bilmirik. Və ondan sonra 4 milyarda 1000 güc puanı, 5 milyarda bir dənə gizemli hədiyyə. Ondan sonra da buradan etkinliyə tam olaraq baxaq və 6-da 2000 müzəffər, 7-də bir dənə əfsanəvi star hədiyyəsi. Bu arada oynayanlar bu əfsanəvi star hədiyyəsini qaçırmayın. 8-də də 500 kredi, 9-da hiper şarj star hədiyyəsi, 10-da isə ultra kupa qutusu. Bildiyiniz kimi ultra kupa qutusu 3000 əfsanə kuboklarını yığandan sonra açılır. Onu da yığmaq biraz çətin olduğu üçün bu bizim üçün böyük bir şansdır. Ondan sonra hər ardı 1 milyar kil üçün 10 star hədiyyəsi verir və məncə karakter çıxartmaq üçün böyük bir şansdır. Oynayanlar bu fürsəti qaçırmayın. Bu gün də hal-hazırda 1 milyar kili Brawl Stars birliyi olaraq tamamladığımız üçün dükanımıza 5 dənə star hədiyyəsi gəlir və bu star hədiyyəsini biz həm digər hesabda, həm bu hesabda açacağıq. Cəmi 10 star hədiyyəsi olacaq. Bu arada kanalı yeni izləyirsinizsə, yeni başlamısınızsa abunə olub like atmağı unutmayın ki, yeni videolar, yeni içeriklər sizin üçün ürətək ki, daha yaxşı və daha maraqlı videolar alınsın. Məqsədimiz Brawl Stars Azərbaycanda inkişaf etdirməkdir və daha gözəl videolar sizinlə çıxartmaqdır. Və mən həm də oynayaraq öz əyləncəmdə sizinlə bölüşürəm. Deməli, getdik. Birinci star hədiyyəsinə vurduq. Görək nə gəlir. Biraz gözləyək. Deməli, Ender, destansı və destansıdır. Nəsə görək. Yəni emoji verir də. Emojini biz o qədər bəyənmirik və bir işə də yaramır. İnanmıram ki, siz də yəni emojini xoşlayasınız. Ondan sonra biri də gəldi. Deməli, gözləyək. Ender və yenə də Ender verdi. Heyf. Supercell niyə belə eləyir başa düşmürəm. Və üçüncüyə keçirik. Ender, Super Ender və yenə də Super Ender olaraq dördüncüyə baxaq. Ender gəldi. İnanmıram nəsə çıxar. Yenə Enderdir. Heyf. Beşinciyə baxaq. Bu ikincide Super Ender yazdı. Üçüncüdə də axırıncıda destansı yazdı. Bu biraz qəribədir, amma görək destansdan nə verir. Və destansdan 100-dən güc puanı. Əslində yaxşıdır, amma yenə də biz karakter gözləyirik. Karakter, hiper şarj, yıldız gücü, bu şeylər bizə lazımdır. Nəsə, keçək digər hesaba. Buradan digər hesabımıza keçid eləyək. Görək burada başımıza nə gəlir bizim. Bu arada fikirləriniz falan varsa bir videoda bölüşün ki, onlar da çəkək və ya 1000 kupa oynanış və ya digər ideyalar falan varsa bizə deyin ki, biz də onları gerçəkləşdirək. Və burada da getdik. 5 dənə star hədiyyəmiz var. Deməli, başlayırıq açmağa. Ender yazdı. Görək nə gəlir. İkinci Ender, üçüncü Ender, dördüncü Super Ender. Bundan da bir şey çıxmadı. 100 altın. Ondan sonra Ender gəldi. Destansı takçizemli verərdi. 500 XP qatlayıcı. Okey. Ondan sonra Ender, Super Ender və destansı. Axırıncı destansı yazdı. Və bastıq. Epic dedi. 100 dənə güc puanı yenə. Bu arada güc puanımız artır. Və digərini keçid eləyək. Ender. Biraz gözləyək, görək bir nə effekt olur. Çünki bəzən deyirlər ki, gözləyəndə daha yaxşı olur. Bastıq. Super Ender. Yenə Super Ender. Heyf Supercell. Bizim ümidlərimizi boşa çıxardırsan. Və bu deyəsən sonumuzdur. Gözləyək. Super Ender. Və yenə Super Ender. Və heyf. Bu qədər ümidimiz var ki, bir şeylər falan çıxar. Amma eybi yox. Digər videolarda falan görək bizə Supercell nə verir. Və istəyirəm mən sizinlə bir oyuncu ilə oynayaq. Görək burada nə gedər. Burada mən deyirəm, bu şeydə axtarıram. Şeylə oynamaq istəyirəm sizlər üçün. Şey tapa bilsək. Şey yox deyəsən. Tapdım mən. Bir dənə ikili hesablaşmağa falan girək. Görək başımıza nə gəlir. Deməli, oyuncu axtarılır, 10 dənə oyuncumuz var. Bu arada Chester'ın kostümü də əfsanədir, onu da almışam. Chester aslandan sonra sizinlə də bölüşəcəm. Yəni, çox əfsanə kostümü deyərəm Chester'ın arasında. Həqiqətən möhtəşəmdir. Deməli, bu xəritə üçün ona görə yaxşıdır ki, həm suyun üzərindən keçir, həm rəqibi bir də görürsünüz ki, yəni divanın arasından keçib də vura bilər. Bir də yük toplayaq ki,
Görək başımıza nə gəlir. Deməli, hələ ki bizə yaxlaşan takım yoxdur. Kutular aldıq. Ondan sonra içəridə görək biri var. Məncə içəridə yoxdur, amma hər ehtimala biz şansımızı itirməyək. Deməli, 4 dənə takım qaldı və orada deyəsən Şeli var. Lumi də oradadır. Lumi bizim üçün təhlükəlidir və Lumidən biraz qaçmalıyıq biz. Və Şelidən görək qaça biləcəyik ya yox. Heyf, Şelidən yəni elə güclü ediblər ki, qaçmaq da olmur. Görək Dynamite, onu nə edə bilirik. Takım arkadaşımız buradadır. Bu arada burada atçılar da yaxşı gedəcək. Bir də jüri falan çox idealdır. Dynamite biraz pro oynasa Şelidən qaçar. Hətta Şelini də öldürdü. Sağ ol Dynamite. Amma Lumiyə tuş gəlməsə daha yaxşı olar və biz yükləri götürək, buradan gedək ki, bir şey edə bilməsin bizə. Edgar gəlir. Edgardan açıq ehtiyat edirəm. Çünki burada mənim şansım yoxdur. Yaxşı ki, mən tərəfə gəlmədi və burada Tara var. Və ikinci olduq. O, bez problem. Orada da bir şey deyəmədik. Yürüşümüzə və takım arkadaşımıza görə belə bir oyunda oynadıq. Dynamite bizlə oynamaq istəyir, amma biz videonu sonlandırırıq. Ümid edirik video bəyəndiniz. Yeni videolarda görüşənə qədər çalışacağıq, daha yaxşı şeylər eləyək, daha qəşəng şeylər eləyək ki, baxasınız. Təşəkkürlər, sağ olun.